Qapının ağzıdır da. Razılaşmasam necə? Mənə bax. Dəlisən. Baxır da bunu kim deyir? Çatmadı. Bir yanğın söndürəndən soruşublar. Səncə royalla skripkanın fərqi nədir? O nə deyir? O deyib ki, royal daha çox yanır. Biz ki səninlə belə danışmamışdıq. Ağramayan başımı niyə ağrıdırsan? Onsuz da geç tez mənim yanıma gələcək. Başqa əlacı yoxdur. Gedək Əlövsət. Bizə məlumdur ki, siz hər ay 10.000 kWh-dan artıq enerjiyə qənaət edirsiniz. Buna nə əlavə edə bilərsiniz? Gələcək planlarınızdan danışın. Belə yüksək göstəriciləri necə əldə edirsiniz? Məncə elə çətin şey yoxdur burada. Motoru vaxtında işə salıram, vaxtında söndürürəm, cihazlara nəzarət eləyirəm. Vəssalam. Hamının borcudur belə eləsin. Mən qəhrəman zat deyiləm. Bəs yenilikçi təklifləriniz? O güclü motorları nisbətən az güclü motorlarla əvəz edib. Elə rejim yaradıb ki, istehsal əvvəlki kimi qalıb. Amma enerji qənaəti artıb. Deməli budur kosinus fi. Nə vaxt enerji vahidinə çatsaq, yəni itkiyə yol vermədən maksimum enerji əldə eləsək, olar kosinus fi. Aydındır? Sağ olun, aydındır. Bu reportajı Prometey ilə görüş adlandıracağım. Nədir xoşunuza gəlməyən bu evdə? Ananız pis anadır? Yoxsa qardaşınız açmır sizi? Tay bərabəri yoxdur bizim qardaşımızın. Kəsin səsinizi. Elə öz xeyrinizi güdürsünüz. O sizin üçün qabıqdan çıxır. Qədrini bilin heç olmasın. Nankorlaşın. Nəyə görə xoş söz deməliyik? Qayğınızı çəkmişik. Böyütmüşük sizi. Sizdən xahiş eləmişdi ki, bizi dünyaya gətirəsiz. Nə, bu nə sözdür? Nə danışırsın? Sən heç özündən çıxma ana. Biz heç nə əlləmirik. Bizim yerimizə hər şey siz həll eləyirsiniz. Deməli, hər şeydə siz cavabdeysiniz. Nə vaxtacan? Hə, bax, indi gəldik mətləb üstünə. Heç nə başa düşmürəm. Çətin nə var ki burada? Mənə qalsa nə bu darısqal evdə, nə də bu məhəllədə yaşamaq istəyirəm. O şor göz Mürsəlin gözünün qabağında. Zəhləm gedir bu şeyi satmaq, şeyi almaq, cercihi sör söhbətindən. Əl qol açmaq istəyirəm. Bağlı olan da 5 otaq.